yazaq. Bu günləri uşaqlarımızın bəziləri iştirak eləmir dərsdə. Onlar yenidən izləyərlər. Mövzularımız. Deməli, Almaniyanın birləşdirilməsi. İlk əvvəlcə Səkinədən başlayaq görək. Səkinə bizə deyəcək. Səkinə, biz keçən dərslərimizdə öyrəndik ki, hansı konfrans nəticəsində Alman İttifaqı yaranmışdı? Mən Versal konfransından sonra yaradılmışdı. Versal yoxsa Viyana? Viyana. Neçənci ildə idi? 1814-15-ci illərdə. Viyana konqresi 15-ci ildə yaradılan ittifaqımız hansı ittifaq oldu? Alman İttifaqı. Alman İttifaqı oldu 1815-ci ildə. Bir də sən elə bir Viyana konqresinin gedişatında bir dənə də orada ittifaqı öyrəndin. Bu hansı ittifaq idi? İkinci ittifaqı deyirsməli. Viyana konqresinin gedişatında Aleksandrın göstərişi ilə yaradılmışdı. Daha doğrusu təşkilatçılığı ilə. Aleksandrın. Uşaqlar kimin yadındadır? 1814-15. Müqəddəs İttifaq. Bəli, düzdür. Müqəddəs İttifaq. Yadda saxlayırıq ki, o Osmanlıya qarşı idi. Amma bu isə Alman İttifaqı, Alman dövlətlərinin birliyi idi. Bəs Səkinə, burada aparıcı dövlətlər hansılar idi? Burada mənim Prusiya idi, Avstraliya idi, Danimarka idi. Prusiya və Avstriya desən kifayət edir. Alman İttifaqında Danimarkanın nə işi var? Prusiya və Avstriya deməli bu oldu Alman İttifaqının tərkib hissəsi. Amma nəyə görə bunlar Almaniyanı birləşdirə bilmədilər? Çünki mənəm Prusiya ilə Avstraliya arasında münaqişələr yaranırdı deyə mənəm bu dövlət birləşə bilmirdi. Həm siyasi cəhətləri var idi, məsəl üçün siyasi pərəncəli var idi, sonra feodal qaydaları hələ hökm sürürdü. Avropada artıq kapitalizm yarandığı bir vaxt hələ bunlarda feodalizm qaydaları hökm sürürdü. Düzdür. Bir daha AFAK yadımıza salacaq. AFAK, hansı konqresin gedişatında Alman İttifaqı yaradıldı? Bəli, hansı konferansın gedişatında Alman İttifaqı yaradılır? Alman İttifaqı 1815-də yaradılır. Kongres. Burada Viyana Konqresinin gedişatında. Viyana Konqresinin, bəli. Gedişatında yaradılmışdı. Burada 19-cu əsrin birinci yarısından danışıq. Dəmir yolları falan açsa da, sana inkişaf etsə də, amma yenə də hansı dövlətlərdən geri qalırdı Almaniya? Yenə mən Fransadan geri qalırdı. İngiltərə və Fransadan geri qalırdı. İngiltərədən geri qalırdı, bəli. Bu yadda qaldım. Səbinə bir daha bizə deyəcək. Səbinə, Alman İttifaqı nə zaman yaradıldı? 1815-ci ildə Viyana Konqresində. Düzdür. Bax, Almaniya dağınıq vəziyyətdədir. Almaniyanın dağınıq vəziyyətdə olması ölkə iqtisadiyyatına necə təsir göstərir? Dəmir yolları olmuşdu. Bir də ki, sənayedə onlar İngiltərə Fransada geri qalırdı. Hə, dəmir yolları çəkilsə də, amma İngiltərə Fransadan geri qalırdılar. Düzdür. Bəs yaxşı, ailəm isə deyəcəkdir. Aylin, gəl baxaq görək. 1848-49 Almaniya və Fransa üçün oxşar cəhət? İnqilab baş vermişdi ikisində də. Doğrudur. İnqilablar baş vermişdi. İnqilabları yatırmaq üçün yaradılmış təşkilat hansı təşkilat idi? İnqilabı yatırmaq üçün. Bəli, 14-15-ci Viyana Konqresinin gedişatında. Alman Xeyr. Buyurun. Müqəddəs İttifaq, doğrudur. Müqəddəs İttifaq inqilabları yatırmaq üçün yaradılmış bir təşkilat idi. 48-49-cu illərdə yadda saxlayırıq ki, hansı ölkələrdə inqilab baş verdi? Fransada, Almaniyada. Düzdür. Uşaqlar, biz bunu Rusiya mövzusunun içində keçəcəyik. Bu, Avropadakı inqilabların yatırılmasında rol oynadığına görə, xüsusən paşanlıq göstərdiyinə görə birinci Nikolay Avropada jandarma adlandırılırdı. Aylin xanım bizə deyəcək 48-49-cu illərdəki Fransa-Alman inqilabının Fransa və İngiltərədən fərqli cəhəti? Alman inqilabının fərqli cəhəti. Bəli. Biz əvvəlcə İngiltərədən inqilab keçdik, Fransadan inqilab keçdik. Amma Almaniyadakı inqilabın özünə məxsus bir dənə xüsusiyyəti var idi. Vahid dövlət tutmaq üçündür. Bir də ki, o feodalizmə qarşı idi, feodal qaydaları ləğv eləmək üçün. Düzdür. Bütün inqilablar feodalizmə qarşı baş verdiyi halda bunlar həm də dövləti vahid şəkildə birləşdirdilər. Nuray Hüseynova, qoyduqları məqsədə çata bilir Almaniya 48-49-cu illərdə? Xeyr, burada məğlub olurlar. Səbəb də Rusiya və Avstriya arasındakı mübarizə olur. Yəni, buyur. Nəticədə burada kapitalizm və sənaye çevrilişi sürətlənir. Yəni, inqilab qarşısına qoyduğu məqsədlərə çata bilməsə də, amma deyir ki, kapitalizmin inkişafı sənaye çevrilişində falan təsir göstərdi. Aydın oldu bu bizə? Bəs yaxşı, 48-49-cu illər inqilabı sadəcə hansı uğur əldə edə bildi? Qarşısına qoyduğu hansı məqsədə çata bildi?
Deməli, burada konstitusiya qəbul eləmişdilər. Neçənci ildə idi konstitusiyamız? 1849. Düzdür. Uşaqlar, bax belə bir şey məlumat yadda saxlayın ki, bu Prussiya konstitusiyası idi ha 49-cu ildəki. 1849-cu ildə doğdu Prussiya konstitusiyası. Biz yadıma sal görüm, bundan əvvəl keçdik. 1876-cı ildə harda konstitusiya qəbul olunubdu? İngiltərədə. Osmanlı. Bəli, Osmanlıdaydı. Uşaqlar, 1889-cu ildə harda konstitusiya qəbul olunur? Yaponiyadaydı yoxsa? Bəli, Yaponiya. 1911-13-cü illər inqilabın gedişatında harda konstitusiya qəbul olunur? Çində. Bəli, Çində, doğrudur. Bunlar oldu. Hələ ki, keçdiyimiz konstitusiya. Bir dənə Amerikanı keçməsək, yadımıza saxlayırıq. 1787-ci ildə Amerikada konstitusiya qəbul olunmuşdur. Fransadakı konstitusiyalarda sizin proqramınıza aid deyil deyə dedik onları. Bəs ilahə, Otto von Bismarck nə zaman baş nazir təyin olunub? Prussiya baş naziri. 1862-ci ildə. Düzdür. Bəs Birləşmiş Almaniyanın nə zaman kansler təyin olunub? 1871-ci ildə. Hala, düzdür. İndi gəl baxaq görək. 62-dən 71-ə kimin nə kimi fəaliyyəti var bunun? 64-cü ildə Almaniyanı birləşdirmək üçün kimlə mübarizə aparır? Danimarka ilə. Doğrudur, Danimarka ilə. Mübarizə apardım. Hansı ərazilər ondan qoparmağa bacardı? Şlezvigdə Holstein. Nəyi bəhanə edib bu ərazilər Danimarkadan alır? Burada almanlar daha çox əksəriyyət yaşayır deyə. Düzdür, Almanlar yaşayır deyə, doğrudur. Bəs Mehriban bizə deyə bilərmi? Mehriban, olar ki, tezdə sənin qarşına çıxar Otto von Bismarckın daxili siyasəti, xarici siyasəti. Əvvəlcə daxili siyasətini deyə bilərsənmi sən mənə? Amma bu elə bir ki, nə deyim, birləşdirmə tərəfdarı kimi o dəmir və qan birləşdirməsinə söhbət açır bu daxili siyasətdə. Xarici siyasətdə də yenə vahid dövlət halında birləşdirmək bunu. Aha. Amma testdə sənə bir sual düşəcək ki, məsələn, Otto von Bismarck liberal islahatlar keçirmişdir. Liberal siyasət xətti yeridirdi. O dəmir və qan düzdür də onda. Məncə antiliberal. Bax, liberal demokratik deməkdir. Antiliberal isə demokratikin əksi. Bax, sən onun qaşlarına bax, o cür qalın qaşlı, çatma qaşlı insan səncə demokratiyanın, hüququn tərəfdarı olarmı? Yox, əsla. Bu deyir ki, Otto von Bismarck dövrün mühüm məsələləri masa arxasında geniş müzakirələrlə həll olunur. Ancaq dəmir və qanla həll olunur. İndi siz mənə deyin görün uşaqlar, bu dediyi ifadə son dövrlərdə baş vermiş hansı hadisəni sizə xatırlatdı? Hansı müharibəni xatırlatdı ki, illərlə müzakirələr gedir, bir nəticə əldə olunmuş, sonda müharibə ilə həll olunur? Qarabağ müəlli. Bəli, düzdür, Qarabağ. Deməli, Otto von Bismarckın ifadəsi doğru imiş fikirləri, dövrün mühüm məsələləri müzakirələrlə deyil, dəmir və qanla həll olunur. Uşaqlar, bir burada antiliberal siyasət xəttini yadda saxlayırıq və bir də dəmir və qanla birləşdirmişdir. Bir də Mehriban, Otto von Bismarckı necə yadda saxlayırıq? Deməli, bu dövləti birləşdirmək üçün Avropa dövlətlərlə necə münasibət qururdu? Yox, bir tərəfli münasibət qururdu. Mənim gücü saxmayanda bir tərəfli. Elə bir Rusiyaya yaxınlaşır, digərlərindən də bəzən dost olur, bəzən düşmən olur. Yəni deyirik ki, böyük dövlətlərin görür ki, yox, onunla dostluğunu əldə etmək mümkün deyil, bir tərəfliyini əldə edir. Bir söz var ya, yetinə yetir, yetməyənə bir daş atır. Ya öz tərəfinə çəkir və ya da çəkə bilməyənə də bir tərəfliyini alır. Bunu yadda saxladıq. Otto von Bismarck. Bəs yaxşı, Otto von Bismarck deyə bilərsənmi Zeynəb? Xarici siyasətdə kimlə hansı dövlətlə münasibətləri yaxşılaşdırdı? Rusiya ilə. Bəli, Rusiyanın. Bunu beynimizin bir köşəsinə yazırıq. İndi keçək onun mübarizəsi. 64-cü ildə kimlə mübarizə apardı? Danimarka ilə. Doğrudur. Döyüş falan yoxdur. Birbaşa yazır ki, müqavilə. Burada hansı əraziləri qopardı Avstriyadan, Danimarkadan? Holstein. Bəli, Holstein, doğrudur. Bir daha Nuray bizə deyəcək, Nuray Sultanova. Danimarka ilə mübarizənin neçənci ildə baş veribdir? 1864-də. Doğrudur. 64-cü ildə hansı ərazilər Danimarkadan qoparmağa bacardı? Holstein, bir də Şlezvig. Bəs yaxşı Zeynəb, bu əraziləri kimlə, hansı dövlətlə birlikdə idarə edirdi? Bu dövlətləri hansı dövlətlərlə birlikdə Prussiya və Danimarka. Prussiya. Uşaqlar, bir daha diqqətlə, bax o sözə diqqət yetirin, o adam. Avstriya, Avstraliya yox, Avstraliya bilirsiniz gəlçi bir qitədir.
Bu Avropada yerləşən Avstriyadan gedir bu söhbət. 1866-cı ildə Zeynəb, bəs Avstriya ilə Prusiya arasında baş vermiş döyüşümüz hansı döyüşdür? Sedan. Bəli, Sedan döyüşü. Sedan nə idi? Sadova döyüşü. Sadova döyüşüdür bu. Bəli, Sadova döyüşü. Kim mənə deyər uşaqlar Azərbaycan tarixində 1866-cı ildə baş vermiş hadisə? Ay sizi 66-cı ildə. Əlbəttə xanlıq idi, Quba xanlığı idi. Məhkəmə islahatı keçirilmişdi Azərbaycan tarixində. 1866-cı ildə məhkəmə islahatı deyən səbəb nə bilirdi tez dedik. 1866-cı ildə bax burada Sadova döyüşünün yanına yazırsınız ki, Azərbaycanda məhkəmə islahatı baş veribdi. İndi mənə kim deyəcəkdim? Ayşə deyəcək. Ayşə, buradakı Sadova döyüşü ilə sən 1870-ci ildəki Sedan döyüşünə nə görə oxşar cəhd edərsən? Burada hər ikisində Almaniyanın yanlış tədbir olmasını düşünürəm. Aha, düzdür. Almaniyanın birləşdirilməsi uğrunda baş vermiş döyüşüdür. Hər ikisində Rusiya iştirak edirdi. Bir də Fransa ilə müharibə edirdi. Bu da Avstriya ilə müharibə edirdi. Doğrudur. Hər ikisində kim qələbə qazandı? Rusiya qələbə qazanır və hər ikisi 19-cu əsrdə oldu. Bəs deyə görə sən bizə, burada Prusiyanın müharibə deyirik. Prusiya-Avstriya arasında müharibə. Bu zaman Otto von Bismarck kimin bir tərəfliyini almışdı? Avstriya-Prusiya müharibəsi. Doğrudur. Niyə Fransa bu işə qarışmır? Kənardan durub baxır. İkinci qrupu ikisi də zəifləsə, sonra ikisini işğal edir. Gör, necə ağıllı, necə hiləgərdir. Amma heç Otto von Bismarck qədər ağıllı ola bilmədi. Çünki müharibə qısa sürür və ondan sonra da müqaviləyə başa çatır deyə. Bu da tez müharibəyə başlayır. Burada da ki, Fransa yeni tutur. Bəli, doğrudur. Bir də ondan fakt deyə bilərsənmi? Avstriya-Prusiya müharibəsinin gedişatında Prusiya kralının nəyə imkan vermədi Otto von Bismarck müharibə dövründə? Yəni bunlara qarışmağa imkan vermədi. Mələ Viyana Avstriyaga cəzəvi, çünki o deyir ki, Avstriya əgər məhv olsa, bu Fransa arasında olan müharibədə onun üçün zəifləyəcəkdir, təhlükə olacaq. Ona görə Avstriyanın tamamilə dağılmağına icazə verilmiş. Bir dayaq kimi baxırdı ona mənim baxımdan. Bəli, nə qədər düşmən olsa da, uşaqlar yadınıza saxlayın ki, Avstriya və Prusiya hər ikisi Alman kökənlidir, eyni kökdən gəlirlər. Yəni qardaş xalqlardır. Yaşır ki, nə qədər ətimizi yeyib bir-birimizin qanını içsək də, amma Fransa kimi düşmənə qarşı birləşməyi bacararıq yəqin. Avstriyanın məğlubiyyətə uğratsam tərəfkeşimi itirərəm. Tamamilə süqut elətdirsəm. Yaxşısı budur o qalsın, Fransa-Prusiya müharibəsində mənə dəstək olar. Görürsünüz necə ağıllı adamdır. Nuray Soltanova bizə deyəcək. Nuray, 66-cı ildə baş verən döyüşümüz? Sadova döyüşü. Düzdür. Sadova döyüşünə Sedan döyüşünü birləşdirən cəhətlər? Fransa arasında baş vermişdi. Fransa-Prusiya. Hər ikisində bax, qəşəng Ayşə hamısını bir-bir dedi. Neçənci əsrdə baş veribdi? 16-cı əsrdə. 19-18-ci illərdən danışır. Neçənci əsrdir? Prusiya qalib gəldi. Bəli. Bax, uşaqlar deyir ki, Nuray biraz tez cavab versin. De görüm Afar. Hər ikisi 19-cu əsrdə 100 illikdə o, Prusiya hər ikisində qalib gəlib. Düzdür. Bir də üçün Prusiyanın Almaniya birləşdirilməsi yolunda baş vermiş, o dövrdə baş vermiş müharibələr. Aydın oldu bu bizdə? Bəs yaxşı. Bir daha Nuray bizə deyəcək, Nuray Soltanova. 1815-ci ildə yaradılan ittifaq hansı ittifaq idi? Müqəddəs ittifaq. Bir müqəddəs, bir də Almaniya ilə bağlı. Alman ittifaqı. Alman ittifaqı. Bəs Səbinə, Şimali Alman ittifaqı nə zaman yaradılır? 1866-cı ildə. Doğrudur. 66-cı ildə baş verən döyüşümüz? Sadova döyüşü. Azərbaycan tarixində baş verən hadisə? Məhkəmə islahatı yarandı. Halaldır. 1866-cı ildə, indi gəl baxaq görə, Şimali Alman ittifaqı yaradılırsa, burada kimi qovub çıxartdılar bu ittifaqdan? Bu ittifaqda kim iştirak etmirdi Şimali Alman ittifaqında? Fransa. Yox. Avstriya. Buyurlar həm? Avstriya. Bəli, Avstriya iştirak etmirdi. Niyə? Çünki 66-cı ildə Avstriyanın məğlubiyyətə uğradıb, vurub sıradan çıxartmışdılar. İndi Avstriyasız özlərinə Şimali Alman ittifaqı yaratdılar. Bu ittifaqda da 22 dövlət iştirak edirdi uşaqlar. Onlar daxili siyasətdə müstəqil idi
Xarici siyasətdə Otto von Bismarckla məsləhətləşməli idilər. Yəni ona tabe idi birbaşa. Aydın oldu bu bizə. Bəs yaxşı. Burada bir məsələ qaldı. Arada demədiyiniz. Səbinə, bəs gömrük ittifaqı nə zaman təşkil olunubdu? 1870'də. Yox, gömrük ittifaqı əvvəlcə idi. Buyur Aylin. 1830 dedilər, nə? Bəli, 34-cü ildə idi. 1834-cü ildə uşaqlar bu gömrük ittifaqında və 1866-cı ildə Şimali Alman ittifaqında Zeynəb iştirak etməyən dövlət hansı dövlət idi? Avstriya. Bəli, Avstriya düzdür. Avstriyasız. Nuray Sultanova təkrarla görə Avstriyasız olan ittifaqlar hansı ittifaqlar oldu? Deməli, müqəddəs ittifaq, Müqəddəs Balastilta, o Alman tarixinə aid deyil. Alman ittifaqı, 15-ci ildə bəli Alman ittifaqı, bir də 1866 Gömrük var. 34-də, bəli, gömrük ittifaqı, 66-cı ildə Şimali. bəli, Şimali Alman ittifaqı. Nuray, hər ikisində iştirak etməyən dövlət hansı dövlət idi? Rusiya, Avstriya iştirak etmirdi. Buradan əlim keçər. Ya masallıya qədər gələr çatar Nuray. Masallı lirik. Ülfət ki, niyə qoşulmayıb? Yəqin şifarı yanmır. Siz tərəfdə hava necədir Nuray? mənim buluddur. Qar ha tərəfə yağıb uşaqlar. Heç kəsə qar yağmır deyəsən. Müəllim harada yağsa Salyana yağmır. Hə, heç amma bu düzü bu tərəflərdə Hacıkənd deyilən yer var. Göygöl ətrafında. Sonagil tərəfi bax oralara qar yağıb. Bir tərəfə də səhər tezdən yağmışdı dünən, amma tezdə əridi getdi. Dəbələyə yaxşı qar yağdı. Hə, düzdür, dağlıq bölgələrə qəşəng qar yağıb. Yaxşı qar yağdı. Bunları yadınızda qaldısa uşaqlar, bax bu nəyə görə dəfələrlə vurğulayıb deyirəm. Bir daha bu ilahə ilə yadınıza salaq. İlahə, Avstriyasız təşkil olunmuş ittifaqlar hansı ittifaqlardır? Şimali Alman ittifaqı, bir də gömrük sərhədləri ittifaqı. Düzdür. Bax, elə bu yerdə Avstriya küsüb getdi, 67-ci ildə kimlə birləşdi? Hə, düzdür. Avstriya. Bir dənə gözlə, o hissədə yoxdur, beynəlxalq münasibətlərin içində var. Uşaqlar, 67-ci ildə küsüb gedin Avstriya, Macarıstanla birləşir. Bundan sonra 1919-cu ilə qədər Avstriya Macarıstan imperiyası deyəcək biz bu dövlətə. 1867-də Yanırım orada da, sonra da İtalya'da qoşulur olunur. o sonraki proseslərdən bunlar yadımızda qaldısa, o bir daha Səbinəyə suallarımız verək. Səbinə, Fransa-Prusiya müharibəsini neçənci illərdə əhatə elədi? 1866. Yox, Fransa-Prusiya. 1870. 70-71 düzdür. 70-ci ildə baş verən döyüşümüz? 70. 70-ci ildə baş verən döyüş. Burada da qeyd bəli, Sedan döyüşü. Mehriban, Sedan döyüşü bir daha yadımıza salaq. Bu birisi Sadova döyüşü. Hər ikisini birləşdirən cəhət Təbii ki, Almaniyanı birləşdirmək üçün idi məqsəd. Bir də ki, qalib gəlir, Prusiya qalib. Yox, bu da düzdür, Prusiya Bəli. qalib gəldi. Bir də nə ola bilər? Bir Bir də 19-cu əsrdə baş vermişdi. ikinci yarısında baş vermişdi. Bax, bu oxşar cəhətdir. Bəs yaxşı, indi gəl baxaq görə. Fransa-Prusiya müharibəsində kim məğlub olub? Sedan döyüşündə. Fransa məğlub olur da. Doğrudur. Almaniya qəsdən birləşməsinə, o imperiyalan olmasına harda elan edir? Versal sarayı var, orada eləyir 71-də. Doğrudur. Yanvarın 18-də gəlir qəşəng Parisin ən gözəl sarayı, Fransanın paytaxtı Parisin ən gözəl sarayında Versalda təntənəli bir surətdə özlərinin imperiya adlandırırlar, yenidən birləşdiklərini elan edirlər. Bu onu göstərir ki, artıq Almaniya birləşib başa çatdı. Aydın oldu mu bizə? Deməli, ilahəm, Almaniya neçənci ildə başa çatdı Almaniyanın birləşdirilməsi? 1871'də. 71-ci ildə. Nuray Hüseynova da bizə deyir. Nuray, sadəcə Alman ittifaqı neçənci il oldu? 1815. 15. Aylin, Şimali Alman ittifaqı neçənci ildə idi? 1866-dan 71-ə kimi. Doğrudur. Səkinə, bəs Almaniyanın özü, Birləşmiş Almaniya imperiyası? Müəllim 871-də olur. Düzdür. Bax, bəs yaxşı, biz burada bir neçə konstitusiya ilə tanış olduq. İlk qəbul olunan konstitusiya hansı konstitusiya idi? Alman imperiyasında bu 1871-də qəbul olunan konstitusiya. İlk konstitusiya, xeyr.
Bilmədiyim Buyur Aylin. Prusiya konstitusiyası qəbul olundu o şeydən 1815 49-cu ildə 1849 İnqilab zamanı 1849-cu ildə sadəcə dedik ki, Prusiya konstitusiyası qəbul olunmuşdu. Afaq, bəs yaxşı, Şimali Alman İttifaqının konstitusiyası nə zaman qəbul olunur? 1866-da 7-ci ildə, bir il sonra 67-ci ildə. 67. Bəs Nuray Sultanova, Birləşmiş Almaniyanın konstitusiyası nə zaman qəbul olunur? 1871-də. 71-ci ildə, doğrudur. 71-ci ildə Almaniya və Fransa arasında bağlanmış müqavilə necə adlandırıldı? Parisin Versal sarayında bağlanmışdı. Aha, bir Versalda görüş keçirilir. Bir də Almaniya dövləti Aha. imperiyası yaranır. Frankfurt müqaviləsi imzalanır. Frankfurt müqaviləsi imzalanmışdı. Bəs Zeynəb, Frankfurt müqaviləsinin şərtləri nədən ibarət idi? Frankfurt şərtləri Bəli. Elzas və Lotaringiya verilməli idi Almaniyaya. Bir də ki 5 milyard ödəniş olmalı idi, təzminat ödəməli idi. Doğrudur, təzminat ödəməli idi. Bu təzminat ödənənə qədər Alman qoşunları harda qalmalı idi? Salam Ülfət. Yaşın ışığımız yanmır, yəqin ona görə qoşulmamısan. Bəli, mənim indi yandı. Dərsi yazmışam, YouTube-a yerləşdirəcəm. Əvvəlində qulaq asarsan. Fransada yerləşməli idi. Bəli, Fransanın şimalında. Bu təzminatın böyük bir qismi ödənilənə qədər təzminatın dedi ki, Fransanın şimalı məhz ümumiyyətlə təzminat ödənilənə qədər Fransanın şimalı qalmalıdır Almaniyanın nəzarətində. Bunu yadda saxlayırıq. Şimali Fransa vilayətləri. Kim qaldı? Ayşəmiz qaldı. Ayşəm, indi keçək bir də Üçlər İttifaqı məsələsi. Avstriya Macarıstanla Almaniya arasında müqavilə nə zaman imzalanır? 1879-cu ildə. Düzdür. Uşaqlar, 79-cu ildə Azərbaycan tarixində tez yadımıza salırıq görək hansı qəzetimiz çap olunubdur? Neçənci? Kəşkül qəzeti. 1879-cu ildə. Kəşkül qəzeti. Yox, Kəşkül 83-cü. İkinci qəzet ola bilər. 75 idi. 1879-cu ildə Ziya qəzeti çap olunur uşaqlar. 79-cu ildə Ziya qəzeti. 79-cu ildə Azərbaycan neftinə hansı kapital nüfuz edir? İngilis idi. Nobel qardaşları. Qardaşları. Bəli, Nobel qardaşları nüfuz eləmişdim. Bu da oldu 1879-cu ildə. Sonra hal-hazırda bunlar yadıma düşdü 70-ci illərdə keçdiklərimizdə. Bir köhnələrdən var idi, ona ehtiyac yoxdur. Xəzərin dibi ilə teleqraf xətti falan. Deməli, bir yadda saxladıq 79-cu il məsələsini. Ülfət, 1882-ci ildə bax bu ittifaqı kimin qoşulması ilə İttifaq Üçlər İttifaqı adlandırılır? İtaliya. Doğrudur. Onda bir daha yadımıza salaq, Üçlər İttifaqına daxil olan dövlətlər hansılar oldu? Bu Almaniya, Macarıstan, İtaliya. Doğrudur. Uşaqlar, bunlar da Avropanın mərkəzində yerləşdiyinə görə mərkəz dövlətlər adlandırılırdı adətən. Bəs yaxşı Ülfət, deyə bilərsənmi bizə? Almaniyanın o 20-ci əsrin əvvəllərində hansı ərazidə mövqeyi möhkəmlənir və ya nüfuzu artır hansı dövlətin ərazisində? Bu şeydə artır. Yəni hissədə Reyn boyu ətrafda da bu qərb hissəsində onu deyirsiniz. Reyn boyu mu, yoxsa Osmanlı mı? Osmanlı? Bəli, Osmanlı ərazisində. Dərsin son hissəsində. 1778-ci illərdə doğru Rusiya ilə Osmanlı müharibədən sonra. O müharibə dövründə bir də burada yadda saxlayır. 20-ci əsrin əvvəllərində Osmanlıda Almanların mövqeyi möhkəmlənir ki, gənc türklər 1-ci Dünya müharibəsində Almaniya tərəfindən qoşuldular müharibəyə. Bir də dənizlərdə İngiltərədən rəqabətə başlaması onun mövqeyini xeyli gücləndirmişdi. Bəs Ülfət, 1905-ci ildə hazırlanmış plan necə adlandırılır? Hansı plan? 1905-ci ildə hazırlanan plan. Mən o Şlifrin planı deyirsiniz də, yəqin ki Şlifrin. Bəli, Şlifrin planı doğrudur. Şlifrin planı. Ülfət, Şlifrin planının mahiyyəti nə idi? Oxumamışam, ömərliyim. Almaniya mövzusunu oxumayıbsan? Oxumuşam, o sən oxumamışam. Mən bilədim ki, qısa müddət ərzində Fransanı məğlub edib, sonra Rusiya keçməli idilər. Testdə də tərsinə verirlər ki, birinci Rusiyanı məğlub etməli idi, orada səhv veriblər. Bəli. İki cəhbədə eyni anda vuruşmaq. Bunu yadda saxlayırıq.
İki cəhbədə eyni anda qısa müddət ərzində bəli, əvvəlcə Fransa məğlub edilməli, düzdür. Sonra deyirik ki, Rusiya məğlub edilməli idi. Bu olur iki cəhbədə vuruşmaq planı. Siz dediniz bir də Osmanlıya aid. Onu mən kitabda görməmişəm. O 20-ci əsrdə dediniz Osmanlıda Almaniyanın möhkəmləndirilməsi, Mövqenin güclənməsi. Səhvi 24-25 nəşrdirsə kitabın 288-ə bax. bir dəqiqə. Bütün yəni 25-26 nəşrində də var. Osmanlı İmperiyasının yüksək nüfuz əldə etməsini nəzərdə tutursunuz. Yox, düz o. Osmanlı İmperiyasında yüksək nüfuz əldə elədi Almanlar. Mövqeyi gücləndi. Dənizlərdə İngiltərə rəqabətə hazırlaşması, iki dənə. Eləcəsinə mən çox sağ olun. Bax bunlar Almaniyanın artıq gücünün göstəricisidir. Avropada hökmranlıq iddiasının göstəricisi idi. Sonra Səbinə bizə eləyəcək. Səbinə deməli Şlifen planı neçənci ildə hazırlandı? 1905-ci ildə. Mahiyyəti nədir Şlifen planının? Orada deyilir ki, Fransanı qısa müddətdə məğlub etməkdə. Daha sonra hansı dövlət üzərinə hücuma keçmək? Avstriya. Yox, Rusiya. Rusiya. Bunların əsas düşməni Rusiya idi. Fransa və Rusiyaya qarşı eyni anda mübarizə. Bu olur iki cəhbədə vuruşmaq. Uşaqlar 1905-ci ildə Çində təşkil olmuş ittifaq necə adlandırılır? İnqilab idi, doğru mən. İnqilab baş verir. Birləşmiş İttifaq, Birləşmiş İttifaq, təzəcə keçdik, Birləşmiş İttifaqı. 1905-ci ildə Birləşmiş İttifaq. Sonra bir dənə də var idi, deməli nə idi bu? 1905-ci ildə Azərbaycan tarixində. Azərbaycan tarixində hansısa təşkilat yaranır, daha doğrusu partiya yaranır. 1905-ci ildə Qeyrət Partiyası. Dövlət partiyası. 1905-ci ildə əslində çox hadisə baş veribdir. Məsələn, Qacarlarda inqilab başlayıb, Rusiya ərazisində inqilab baş veribdir. 1905, 11, 5, 7-ci illərin inqilabları. Bunlar belə. Bəs Ayşə bizə deyə bilərəm, Ayşə, 20-ci yüzilliyin əvvəllərində, hətta birinci yarısında Almaniya sənaye istehsalına görə neçənci yerdə idi Avropada və dünyada? Birinci. Avropada birinci, dünyada isə İkinci yerdəydi, Avropada birinci. hansı dövlətdən sonra ikinci yerdə idi? ABŞ-dan sonra. Doğrudur, ABŞ-dan sonra. Mehriban, onu sən bizə deyə bilərsənmi? 20-ci əsrin əvvəllərində sənaye istehsalına görə hansı dövlətlər ilk dördlükdə idi? Hansı dövlət? Bəli, birinci, ikinci yerlərdə. ABŞ-da birinci yerdə, Bəli. sonra Almaniyadır, sonra İngiltərədir, yoxsa? İngiltərə, axırda Fransa. Bax, bu dörd dövlət. ABŞ, Almaniya, İngiltərə, Fransa. İlk dördlükdə olan dövlətlərimiz bunlardır. Ülfət bəy, Aysu niyə qoşulmadı? Aysu demişdi, qoşulmayacağını şahlayırdım. Bir də uşaqlar, sosial narazılıqlar var idi. Almaniya birləşsə də, sənaye istehsalına görə Avropada birinci yerdə olsa da, amma sosial narazılıqlar, yəni əhalinin bütün təbəqəsini rahat salmaq çətin idi. Narazılıqlar mövcud idi. İslahatlar keçirilsə də narazılıqlar baş vermişdi. Bir də, bəs yaxşı, mənə kim deyəcək buradan? Səkinə. Səkinə, necə oldu ki, bu Almaniya 19-un sonu, 20-ci əsrin əvvəllərində Almaniya iqtisadiyyatı sürətli bir formada inkişaf elədi? Mən Fransadan aldığı o 5 milyon frank təzminat, bir də o əraziləri ələ keçirilmişdi deyə mənim onun gücü nüfuzu artmışdı. Doğrudur. Nəticədə nüfuzu artdı və gücləndi. Bu dərslərimiz dedik uşaqlar. Bir də Wilhelmlə Fransada 3-cü Napoleonu oxşar cəhət ediblər. Aylin, buyur, bunları oxşar cəhət eləm. 19-cu əsrdə hakimiyyətdə olublar. Bir də imperator elan edildikləri həmin illərdə olar. Bəli. Yəni, deyirik ki, 19-cu əsrin ikinci yarısında imperator elan olunmaları. İndi açaq testimizi. Mənə sınağın səhvlərinə baxacaq. Bəli. Belə başa düşürəm, testdən işləməkdə bəzilərində görürəm ki, bildiyim şeylər səhv işləmişəm, səhvlərim çox çıxır. Aha, nə qədər çox səhvin çıxsa, bir o qədər yaxşıdır. Çünki insan uğurlarını səhvlərinə borçludur. Səhv elədikcə, hardan nəyin doğru, nəyin yanlış olduğunu bilirsən, bir daha dəqiqləşdirirsən. Yəni, əksinə həmişə yadında saxla, səhvlərin heç vaxt səni motivasiyadan salmasın. Amma məndə tam tərsəni belə sual cavab eləyə bilmirəm, amma test eləyirəm. Yenə şükür Ayşə. Hə, uşaqlar, Almaniyada 1-dən 10-a qədər səhviniz?
9'u yaza bilmədim. Məndə 2. İkinci sualımızdan başlayaq. Elhayşə, buyur ikinci suala bax görək. İkinci sual deyir ki, Viyana Konqresinin qərarı üçün Almaniya üçün nəticələri. Almaniyada deyir, Almaniyanın yenə də siyasi dağınıqlara məhkum edilməsi bəlli bir götürəri, ərazisinin çox hissəsinin Avstriya və Fransaya güzəştə getməsi yox idi. Almaniya İttifaqının konfederasiyasının yaradılması. Aha, 3'ü də götürür. Napolyon yox, Napolyon heç burada yox idi. 1-3. Deməli, Almaniyada yeni doğrudum. Sonra bir də qaldı nələr burada? 9-cu suala qədər var uşaqlar. Yoxsa Mehriban buyur. Amma mənim səhvim. Olsun da sən səhvini baxaq görək nədir səhv. Deyir, verilmiş xəritənin fərqləndirmə hissəsinə aiddir. Ulduzum seçək bir dəqiqə. Bəli, ulduz uşaqlar yadınıza saxlayırsınız ki, Prusiyadır. İnsandır. Mən də adaptırım deyək. Prusiyadır. Deyir ki, bütün ərazi Alman İttifaqına daxil edilmişdir. Prusiya dövlət tərəfindən birləşdirilmişdir. 1860-cı ildə ərazisi işğal edilmişdir. Ərazisində Şimali Alman İttifaqı yaradılmışdır. 4 ola bilər elə. Gəl baxın görüm 4-ü nə edirsən sən? Bütün ərazilər Alman İttifaqına daxil edilmişdir. Prusiya ərazisi. 1866-da yaranmışdır. Prusiya dövləti tərəfindən birləşdirilmişdir. Sonra 1860-cı ildə işğal edilmişdir. Ərazisində Şimali Alman İttifaqı yaradılmışdır. Almaniyanın şimal hissəsidir. Deməli, burada ərazisində Şimal İttifaqı yaradılıbdır. Və bir də Bir də onda bir dəqiqə 2 onda olur da. Təqribən 1 2 4. Prusiya Milyon. bütün ərazilər Almaniya İttifaqına daxil edilmişdir. Avstriya istisnaydır. Bəli, Avstriya istisnaydır. Mən ona tam olaraq hara olduğunu mən bilmədim. Rusiya. Ona görə yazılmamışdı. Bəs mən onun altındakı nədir? Bəs o fərqli rəngdə olan haradır? Bax, bu ərazilər, yadınıza saxlayın uşaqlar, Almaniya dövləti o dövrdə xırda dövlətlərdən ibarət idi. Xırda bir neçə dövlət, hətta yadınıza salın 1648-ci ildə Festivalya konfransında 300-dən çox dövlətə parçalanmışdı Almaniya. 300-dən çox. Onlardan ən böyüyü Avstriya və Prusiya idi. Sonra 11, 12. 11. 11 mən deyim mənim. Buyur Afar. Burada deyir ki 19-cu əsrin 70-ci illərində vahid halda birləşdirilməsi başa çatan dövlətlər. Burada cavab mənə göre B-dir cavab. Çünki 2. Almanya olacaq da burada. Sonradır. 3 Fransa. Xeyr, diqqətli ol. 4 Fransada. İspanya 4. 4 Fransa. Fransa, 2 Almanya, Almanya 5 1, İtalya. İngiltərə, 5 İtalya. 5 İspanya. İtalya. İtalya. Mənim 3 har oldu. 2-2'nin cevabı dedim ama 3 har oldu dedi. İspanya. İspanya. Bir de üstün yanındaki o xırda ərazi var idi. Ora Polşaydı. Portugalya. Portugalya. Ha. Bəli, Portugalya. 12-ci sualımızda 12-ci sualımız asandır. Bunu Mehriban bizə deyil. Daha doğrusu İffət deyil. Buyurun da. Değil mi? Yaxşı deyil. Kim değil? Deyil Mehriban. Asan sual. Sonra Burada birinci Almanya deyir ki dünya bu birinci ait gəlmir. Ona Schlieffen plan var deyib. Bir onu götürəcək 2-yə. Bir də deyil mi? Bu nə idi? 6. İngiltərə necə adlandırılırdı? Dünya. Niyə dünya imalatxanası adı vermişlər İngiltərəyə? Hə, kağıt. Niyə uşaqlar dünyanın Ticarət üzrə dünyada birinci yeri tutuldu ona görə. sənaye istehsalına görə, birinci yerdəydi. 19-cu əsrdə. Uşaqlar 20-yə qədər səhviniz? 17. 14. 14'e de bakalım. 14'e bax. 14-cü sualda deməli o Eylülün deprem əsası 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində ilk öncə bu hamısı üçün ortaq şey tapmaq istəyirəm. Əgər
rahat olur. A variantına yazıb ki, işğalçı siyasəti yürütmələri. Almaniya 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində işğalçılıq siyasəti yürüdüb. Həmçinin Fransada da 3-cü Napoleonun dövrünə düşür. Sonra İngiltərədə də işğalçılıq siyasətləri mövcud idi bu əsrdə 19-cu əsrin son 1800-cü illərdə. Ona görə burada 4-ə yazacaq A-nı. Sonra dünya bölüşdürməsində iştirak ediblər. Dünya bölüşdürməsi bu da məncə olmalıdır. Çünki dünyanı bölüşdürürlər. 4-ə B də olacaq. Sonra Sonra ildırım sürətli müharibə planı hazırlamışdılar. Bu düşəcək Almaniyaya. O deyəsən Alfred Schlieffen idi, kim idi? O Bəli. hazırlamışdı bunu. Ona qarşı Schlieffen planı hazırlamışdılar. Bu İngiltərədir. Yox, İngiltərə nədir? Fransadır. Fransa və Rusiyaya qarşı idi. ÇD-ni yazırıq. Ondan sonra bir neçə dominan müstəqillik vermişlər. Bu da İngiltərə idi. Məsələn, Kanadaya dominan hüququ vermişdi 1867-də. Sonra Cara, Cənubi Afrikaya verir. Ona görə də 2-yə də Y olur. doğrudur. B ilə də A ilə B də oxşar idi. Ben C variantı ediniz. Bəli, C variantı düzdür. Ülfət birinci A-nı deyəndə cavab çıxdı, C variantı. Sonra 20-yə qədər uşaqlar səhviniz. 17. 17. Gəl Səkinə, bunu sənlə bir yerdə izah edək. Burada ki 19-cu əsrin ikinci yarısı Avstriya-Fransa tarixinin üçün ortaq cəhət, feodal qaydalarına son qoyması xeyirməbə ortaq ola bilməz. Antanta hərbi siyasi blokunun daxil olunması, hərbi siyasi blokda məncə bu da olmaz. Mən C götürmüşdüm, Prusiya ilə müharibə aparılması. Avstriya, Fransada müharibə aparıb. Neçənci illərdə hansı döyüşlər? Avstriya hansı döyüş idi? Avstriyada 1864'dür. Fransa'da Sadova döyüşü. Normal Fransa ise 1870'dir. 70 Sedan fəlakəti. Sonra Hemen bir birləşdirmə çözmüşəm mənim. 20-yə qədər başqa səhviniz? 18. 18. Səbinə buyur. Mən 18 elə. Bəli. 18-də deyək ki, Almaniya birləşdirilməsinin nəticələrinə aiddir. 18-də deyək ki, şəkil getdi. Vahid konstitusiya qəbul edildi. Mənim bu düzdür. Orada nəticəsi olur. Sonra Prusiyanın hökmranlığı başa çatdı. Mən səhvdir bu. Çünki başa çatmamışdı. Sonra vahid daxili bazar təşəkkül tapdı. Bəli, bu da düzdür. Almaniya Avropa üzrə yəni birinci yerdə oldu. Sənaye məhsulu üzrə. Sonra Katolik kilsəsinin nüfusu güclənir. Mən bu dərsdə belə bir şey yoxdur. Ona görə bilmirəm. Katolik kilsəsinin nüfuzu güclənmir. Uşaqlar, o da bilmirsən, Katolik kilsəsinin nüfuzunu sarsıdır. Bir yerdə Rusiyanın hökmranlığı başladı da başa çatdı yox. Bəli, bir-üç. Nuray Sultanova 20-ci suala bax. Aha deyir ki 19-cu əsrin son 20-ci əsrin əvvəllərində dünyada sənaye inkişafı səviyyəsinə görə birinci bu ABŞ-dır. 19-cu əsrin son 20-ci əsrin əvvəllərində Avropada birinci olan bu da Almaniyadır. Nə düzdür? Sonra 30-a qədər 22, 26, 25. 22. 22, 25, 26. 22-ci sualda İlahə buyur. Deyək ki, 19-cu əsrin ikinci yarısında Almaniya Rusiya ilə müharibə münasibətlərinin pozulmasının səbəbi kitabda da var idi ki, Almaniya Osmanlı tərəfdə olması idi. O da Y variantına uyğun gəlir də. Düzdür. 23-ə də baxarıq da, səhv eləmişəm yerlərini. Baxaq. Burada 4 şeydilər. Almaniyadır. 4 tərəf uşaqlar. 2 Fransadır. 4, bəli, Rusiya ilə Almaniya. 2 Fransadılar. Daxil olan dövlət. Bir də gözləm. Üçlər ittifaqına daxil olan dövlətlər. Nuray Hüseynova deyəcək mənə. Buyur Nuray. Deməli, Üçlər İttifaqına daxil olan dövlətlər İtaliya idi, Almaniya idi, bir də Avstriya, Macaristan idi. Burada 3 İtaliyadır, 4 Almaniyadır, 5 də Avstriyadır, 2 Fransadır, bir də İspanya olduğu üçün ondan götürmürük. Cavab elə 3, 4, 5. O da Y variantı. Uşaqlar, bunlar Avropanın mərkəzində yerləşdiyinə görə bunları tarixdə mərkəz dövlətlər də deyilir. Yadınızda saxlayın. Sonra
25. 24 düzdür uşaqlar hər kəsdə. Məndə səhv deyib. 24-cü sualda. Kim qaldı? İzah etməmiş. Mən qaldım. Buyur Aylin. İngilis donanması fransızlar, deməli fransızları məğlub elədi Trafalgar dəhliz döyüşündə. Bu düzdür 1805-ci ilin dekabr ayında. Sonra Prussiya, Şlezvik və Holşteyn ərazilərini ələ keçirdi. Rusiya məğlub sonra yox, Avstriyanı məğlub edir, sonra özü yox. Avstriyanı məğlub edir, sonra 2 səhvdir. Almanya İttifaqı yaradıldı Viyana Konqresinin qərarı ilə 3 düzdür. Sonra Fransada 2-ci imperiya quruldu 1852-ci ildə. 2-ci imperiya 1852, bu da düzdür. Bir də Almanya Elzas və Lotaringiya vilayətlərini itirdi Sedan döyüşündən sonra. Almanya itirmir, Fransa itirir Elzasla Lotaringiyanı. Düzdür. Bu yanlışdır. Bir də bu yanlışdır. 1, 3, 4. D variantı. 25-26'ya baxaq. 25-ci sualımızda Zeynəb buyur. 18-ci əsrin ikinci yarısı Azərbaycan və 19-cu əsrin birinci yarısı Almanya tarixi üçün oxşar cəhətlər. Vahid dövlətdə birləşdirilməsi feodal pərakəndəlik dövrü idi. Feodal dağınıqlı dövrün yaşanması bu düzdür ki, ərazisinin xırda dövlətlərə parçalanması bu da düzdür. 300-ə qədər dediğiniz dövlət var idi. Sənaye çevrilişinin baş verməsi. Sənaye çevrilişinin baş verməsi Azərbaycanda sənaye çevrilişinin baş verməsi aid deyil 18-ci əsrin ikinci yarısına. Əkinə yararlı torpaqların mülkədarların əlində olması kəndlərin əlində idi. Bu da səhvdir. Yox, xeyr. Azərbaycanda mülkədarların əlində idi, doğrudur. Bu da Almanya ilə oxşar cəhət deyil. Almaniyanı deyirəm. Oxşar cəhət 2-3. Hər ikisində feodal dağınıqlığı, hər ikisində xırda dövlətlər idi. Azərbaycanda xanlıqlar dövründən söhbət gedir. Almaniyada bilirsiniz ki, 1871-ci ilə qədər dağınıq olub onsuz da. Afaq 26-cı suala bax. Otto von Bismarck'ın xarici siyasətinə aiddir. Burada deyir, Holşteyn və Şlezinin ələ keçirilməsi bu bəli daxildir. Bu keçirildi. Döyüş var idi 66-da o döyüşdə. Böyük dövlətlərin bir tərəfliyi nail. Necə mənim? 64-cü də Şlezviklə Holşteyn birləşdi. 64-cü ildə böyük dövlətlərin bir tərəfli nail olması, bunu da götürürük bu varici xarici siyasətində. Daha sonra Şlefin planının hazırlanması, buna aid deyildi. Antantanın yaranması, bunu bilmirəm. Antantanı biz sizinlə keçən dəfə keçdik. Otto von Bismarck yaratmayıb birincisi. Onu İngiltərə, Fransa, Rusiya yaradıbdır. Bir də Kırım müharibəsində Avstriyanın Osmanlı tərəfindən iştirakına mane olması, bu da bəli, bayaqlarda 5-i. 1, 2, 5. Mən çəşid səhvlər ötmüşəm. 1, 2, 5. 30-a qədər uşaqlar səhviniz? 22-ci ilin neçəydi? Birinci 1903'dür. 1900. Bəli, 1903. Sonra birisləri bilirsiniz. İkinci deyil, 1862, ikinci. Üçüncü Sadova döyüşü olur 1866, dördüncü də Ümumnaməmə Konstitusiyası, bu da 1871'dir. Birinci yeri neçə oldu? Bismarck'ın azlaması. 1903. Yox, Bismarck soruşdum. Bismarck'ın baş nazir təyin olunması. Bəli, birinci. O birinci deyil, o 3'dür. 2'dir Bismarck'ın nazir olunması. 1862'dir. 62'dir. Sonra 30'a qədər? 30 məndə var. 30-cu sualımızda Zeynəb buyur. Bəlkə sualın asan deyil. Uyğunluğu müəyyən edən 1864-cü ildə Viyana müqaviləsi, 1866-cı ildə Prussiya-Avstriya müqaviləsi, 1871-ci ildə Frankfurt müqaviləsi. Fransa Elzas və Lotaringiya vilayətlərinin Almanyaya verdi. Bu Frankfurt müqaviləsində idi. Danimarka, Şlezvik və Holşteyn Prussiya və Avstriyaya verməyə razı oldu. Bu Viyana müqaviləsində idi.
Sonra Almaniya İttifaqına son qoydu. 22 dövlətdən ibarət Şimali Alman İttifaqı yaradıldı. Şimali Alman İttifaqı yaradıldı. 1866-cı ildə Avstriya, Şlezvig və Holstein Prusiyaya verdi. Bu elə bil ki 1867-ci ildə idi. 66-cı ildə idi. Hə, 66-cı ildə idi. Kontinental blokada aradan qaldırıldı. Belə bir şey yox idi. Ve bu, bəli. Fransada keçmişdik. Birinci imperiya dövründə İngiltərəyə qarşı tətbiq olmuşdu kontinental blokada. Ona görə çıxdıq. 1-ə aid elədik sadəcə B variantını. 2-yə aid elədik C, D variantları. C, bir də D. 3-ə də aid elədik A variantı. Burada testlərimiz bitdi. İndi uşaqlar, açaq sınavımıza baxaq. Keçən dəfə sizə göndərdiyim sınaq. Hər kəs sınağı işlədimi? Bəli. Düzgün cavablarını göndərmişdim mən. Bəli, bəli. Göndərmişdim, aha. Mən hesabladım 108 bal elədi. Yox, 106.8 bal. Qəşəng. Uşaqlar, kim necə yazdı bu sınağı? Mənim səhvim yox idi. Allah, super. Mən bunu rahat işlədim. Zəfərin sınavıdır. Müəllim, səhvim də elə oldu ki, müəllim, siz cavab 2-3-dürsə, mən 3-4 götürmüşəm. 3 ilə səhv çıxıb, yəni. Səhvlərin olduqca həmişə deyirəm uşaqlar, səhvlərinizə birinci növbədə təşəkkür edin. Səhvlərimiz daha yaxşı yadınızda qalır. Mövzu daha yaxşı mənimsəndirir olanda. 1-dən 10-a qədər səhviniz? 32, 33 səhvdir məndə, 34 səhv. 32-dən başlayırıq, həm. 32-ci sualda bu siyahımızı açaq. Eləm, Ülfət, buyur 32-ci suala bax. Rəvvadlər dövlətindən fərqli olaraq Saci və Salarilər Azərbaycanın cənubunda yaranması, elə Rəvvadi Saci Salari bu cənubda yaranıb, 1-ə A olanlara çıxırıq, B variantı, D variantı gedir. 9-cu əsrdə yaranması, Sacilər yaranıb 898, Rəvvadlər də yaranmışdı 981 idi də, yoxsa o Şəddadinin yaranması idi? Şəddadi idi 981. Rəvvadlər neçə idi yaranması? 971. Yusuf bir tərsinə dedin, dəyim göstər. 981 rəvvadilər yaranıb, 971 şəddadilər yaranıb. Hə. Deməli 981-dir. Saci də 898-də yaranmışdı. Bu doğrudur da 8-ci əsrdə, yəni 800-cü illər. B-ni götürürük. Xilafətə göndərilən xəracın dayandırılması. Bunu Yusuf ibn Əbusas dayandırmışdı. Oldu 1-ə B-si. Salarilər dövlətinə baxaq. Sonra deyir ki, paytaxtın Ərdəbil şəhəri olması Rəvvadilərdən fərqli olaraq. Bunların paytaxtlarının bu doğrudur. Rəvvadilərdə bir dənə Təbriz idi, bir də ki... Yox, niyə paytaxtın Ərdəbil olmasa oxşar cəhətdir? Oxşarlarda da var idi. Ona görə bu da gedir. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranması, bu hamısı üçün oxşar cəhətdir. Hökmdarların Kəngərli Türk soyunun mənsub olması, bu da Salarilərə aiddir. 1-ə B-si, 2-ə C olur. B-si yazmaq istəmişəm indi. 10-cu əsrdə, 9-cu əsrdə yaranması, bəli, xilafət xəzinəsinə xərac göndərməsinin dayandırılması. Düzdür. Düzgün cavab A variantı. 33 də var. Birinci suala baxa bilərik. Bəli, baxa bilərik. İlahə buyur. Birinci sualda bizə neolit, paleolit, bir də eneolit dövrləri verilibdir deməli. Deyir, İlkin metalla tanışlıq, bu eneolit dövrüdür. 3-ə ona görə A-dır. 3-ə A olan variantlarda A-dır, B-dir, A-dır, C-dir, Y-dir. Sonra əhalinin oturaq həyata keçirilməsi, bu neolit dövrüdür. 1-ə də onda B. Onda 1-ə B, 3-ə də A olan variantlar, 1-ə Y variantlar, onun üzərindən gedim. 2-yə 7, ilkin odla tanışlıq, paleolit dövründə olubdur. Sonra məişətdə əmək alətlərinin daşdan hazırlanması, bu hamısına aid idi. Bir də C qaldı, heyvanların daha uzaq məsafədən ovlanması. Bu da deməli... Mezolit olmalıydı, amma mezolit də burada yoxdur. Bəli. Amma neolitlə əgər... Məndə balacalandı, böyümür. Bunu da mən səhv eləmişəm, müəllimə. Bircə dəqiqə uşaqlar, qoy sualı sona qədər deyək. Mehriban elə ona çox təzədən daxil ol, ya da ekran üstünə bir-iki dəfə vur. İndi burada elə bir heyvanların daha uzaqdan ovlanması mezolitdir, amma mezolit olmasa da mezolitdən sonra da neolit, eneolit yaranır deyə, ona görə də 5-in ortaq cəhətidir bu da. Bəli, düzdür.
5-ə C variantı. Bu bir daha üstündən keçək. Bax uşaqlar, 1. Neolitdir. Neolitə aid elədiyi əhalinin oturaq həyata keçməsi. Bilirsiniz ki, neolitdə əhali oturaq həyata keçir. 2. Paleolitdir. İlkin odla tanışlıq baş verir. Yadınızdadır, təbii od, su, neolit deyirik. 2. Y variantı. 3. Eneolit dövrü. İlkin metalla tanışlıq, mislə tanış olmuşuq. 4. Bu üçün oxşar cəhətim. 4-ə baxırıq. Mənşətdə əmək alətlərindən daşdan istifadə olunması sonu litlə bitirsə, deməli də əmək alətləri daşdan hazırlanır. 4-ə D variantı. 5-ə baxaq. 5-də neolitlə eneolitin oxşar cəhəti. Buna da C variantı. Heyvanların uzaq məsafədən ovlanmasını deyə bilərsiniz. Düzgün cavab? Bu neolit inqilabı oldu. Ona görə əhali oturaq həyata keçdi. Ona görə götürürük. Əkinçilik yarandı deyə əhali oturaq həyata keçdi. Yadında saxla. Əkinçilər məcbur idi ki, bir məhsulu yetişib məhsul yığana qədər orada həyat sürsünlər. Və beləliklə oturaq həyat yaranır. 33-cü sualımızda Ayşə buyur. 30-cu il AXC 2-ci Hökumət Kabineti ordu quruculuğu sosial-iqtisadi tədbirlər. Ordu quruculuğuna deyə hərbi nazirliyin yaradılması, Xəzər hərbi donanmasının təşkil edilməsi, Xəzər hərbi donanması da götürdü məmnuniyyət gəlir, ancaq D olanlar çıxır. C variantı, D variantı. Birinci deyirsən ki, müəllim, 2-ci Hökumət Kabineti neçənci illər əhatə edib, neçənci hansı aylar əhatə edib? 1917-ci il idi. 16-sı 07-ci ay, yəni iyun ayından dekabr ayına qədər. Dekabrdan. 07 dekabr 12-ci aydır. 1918-ci ildə baş vermiş hadisələr yazmalıyım. Yəni iyundan dekabrın 7-sinə qədər baş vermiş hadisələr. Cavablar qrupa atdınız, yoxsa hamıya şəxsinə atmışdınız? Qrupa atmışdım. Qrupdaydı. Məndə yox deyil. Bilməm, Qrupa ya da cavabı məndə silin. O PDF şəklində göndərsiniz, bəlkə ona görə. hə, PDF formasındadır. Axırıncı göndərdiyim sınağa bax. Orada birinci göndərdiyim sınaq bu formadadır. İkincidə üstündə yazılar var. Cavablar var. Deməli, hərbi quruculuq. Sonra? Burada deməli götürdük. Hərbi nazirliyin yaradılmasını götürə bilərik. Bir də Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması. Bunu da götürərik. İkinci sosial deyilsə, bu da çox güman ki, elə pulla bağlı bir şey olacaq. Azərbaycan Dövlət Bankının yaradılması bunu. Yox, bilən gözə Dövlət Bankının yaradılması, ikinci Hökumət Kabinetinin 19-cu il yaradılıb. Bax, sosial-iqtisadi tədbir. Açıq hakimiyyət, yox uşaqlar. Burada Azərbaycan Dövlət Bankının yaradılması 1919-un sentyabrıdır. 4-cü hökumətə düşür. B olmaz ben. Və ola bilməz. Cavabda bu davamı vermişdim. A var. Bax, AC A variantıdır. Yəni, düzgün cavab Y variantıdır. Bakı Xalq milliləşdirmə ilə bağlı dekretlərin ləğv edilməsi. Bu 1918-ci ilin oktyabrın 5-i müəllimlər günündə. Nə vaxt, nə qədər ki, AXC Xəzər ticarət donanması neftli torpaqları kimi milliləşdirmişdir, bu AXC bunların hər birini ləğv edib öz əvvəlki sahiblərinə qaytarır. Düzgün cavab Y variantıdır. Bir də 34-ə də baxa bilərik. Mən başa düşmürəm. 34-ü deyilmi? Dərman əmirli idi də, o deyir 960-cı illərin sonunda Haşimlər sülaləsinin müstəqil idarə etməyə başladı. Dərbənd, o da 5. Bəli, 9-cu əsrin 60-cı illərin sonlarında xilafətin mərkəzinə türklərin qiyamından istifadə edən Haşimlər sülaləsinin müstəqil idarə etməyə başladığı əmirlərin mərkəzini müəyyən edin. Haşimlər sülaləsi deyən kimi bildik ki, söhbət Dərbənddən gedir. B variantı. 36 A çıxır axı mənim cavab. 34-də A çıxır. 34-də yox, B variantı da. Səhv baxırsan, B-dir. Kesin özünə də B variantı yazıblar. 36-cı sualımızı bizə kim deyəcəkdir? Səkinə buyur. Buna deyir ki, xronoloji ardıcılığı mənim Latin İmperiyasının yaradılması 962-dir. Xeyr. Latin İmperiyası. Bu şeydir. Konstantinopolda yaranan 1204. İmperiyasının yaranması deyirlər, sübut demir. 1204. 1204-dür. Klermon Kilsə Məclisinin çağırılması. Klermon 1095.
1095. Sonra ikinci səlib yürüdü. Bu birinci 1099. Bu da neymi? 1300 neçə 47, olmalı? 49. 49 Xristiyan kilsəsi rəsmi olaraq iki hissəyə bölünməsi. Bu deyir 900 olmalı. 1054. Qatlaşdırmışsa bilmiyorum. Və deməli, ardıcılıq necə olmalıdır? Əvvəlcə azdan Burada çoxa birinci doğru 4 olmalıdır. Hı. Sonra sonra 4, 2, 3, 1. 3. Hansı variant uyğun gəldi? D variantı. Bu deyil. 40-a qədər uşaqlar səhviniz? 43. 37. 30. Sualımızdan. Zeynəb buyur. Uyğunluğu müəyyən edin. İlm və mədəniyyət xadimi fəaliyyəti. Məsud Davudoğlu Buğurt qalasının inşasına rəhbərlik etməsi. Fazil Fəriddin Şirvani. Məsud Davudoğlu Qız qalasını inşa edib. Düzdür? Burada səhv yazıblar. Bunu çıxdıq. Fazil Fəriddin Şirvani Nizami mədrəsəsində dərs deməsi. Bu düzdür. Xeyr, səhvdir. Səhvdir. Fazil Fəriddin Şirvani ulduz cədvəlini tərtib edib astronomdur. Nizamiye mədrəsəsində dərs demiş. Uşaqlar Azərbaycanlı kim idi? 40 il dərs demiş. Xətil Təbrizi. Dərs almış Ömər Gəncəyi. Fəzilullah Rəşdəddin Qazan xan islahatlarının həyata keçirilməsində iştirak etməsi bu düzdür. Əcəmi Əbubəkiroğlu Naxçıvanda Gülüstan türbəsinin inşa etməsi. Gülüstan Bu türbəsi. səhvdir. Bax, Əcəmi Əbubəkir deyirsən ki, 12-ci əsrdə yaşayırdı. Amma Gülüstan türbəsi 13-14-cü əsrə aid. Deməli ona aid deyilmiş. O Naxçıvan əcəmi şeyləmişdir. O Naxçıvan əcəmi idi. Bu Nəsrəddin Naxçıvanlı Əcəmidir. Tövfik Amma Naxçıvandakı Gülüstanı o Əcəmi Əbubəkir inşa eləməyibdir. Hə, sonra 5 də düzdür. Nəsrəddin Tövfik İlaki xanın məsləhətçisi olmuşdu. Abaqa xanım da baş vəziri idi. Deməli düzgün cavab 3-5, o da C variantıdır. 40-a qədər uşaqlar səhviniz? 43. 39. 39-cu sualımızda kimizə deyəcək? Aylin 39-a bax. Eşidirsən Aylin, səsin bağlıdır. Dərsdən çıxıb mənim yox. Yoxdur, onda İffət buyur, sən izah elə. Bəli, Uyğur xaqanlığı, Qaraxanlı, bir də Xəzər xaqanlığı, Ordu şəhərinin paytaxtı olması bu doğrudur. Bir A. Talas döyüşünə qalib gəlməsi. Talas döyüşü Uyğurlarda olmamışdı. O ona görə səhvdir. Amma poetik olsaydı olardı. Çində hakimiyyətdə olan Tan sülaləsinin himayə edilməsi bu da doğrudur. Bir oldu Asiya, Qaraxanlı dövləti Samanilər dövləti ilə mübarizənin aparıblar. Üzdə Samanilər dövlətinin 999-cu ildə Qəznəvilərini öz aralarında bölüşdürmüşlər 2A. Ondan sonra Qəznəvilər tərəfindən süquta uğradılması yox, o iki hissəyə parçalanmışdı. Biri Qarabağlar olaraq süquta uğramışdı, bir də Xarəzmşah, yəni Qəznəvilər olaraq süquta uğratmayıb. Ona görə səhvdir. İslam mənbələrində eftaritlər kimi tanınması. Eftarit kimi tanınması bunlar deyildi. Bu Axsuvar yox. O nə idi? Axunlar olmalıdır. 5-ci əsrdə eftarit kimi adlanmışlar. Ona görə C də olmaz. 1A, 2A oldu. Xəzər xaqanlığı dini pərəçəndliyi mövcud olması bu doğrudur. Peçeniklərlə mübarizə aparması 200 ilə yaxın mübarizə aparıblar və onların süqutuna səbəb olmuşdur. Frank imperiyası ilə mübarizə aparması. Franklarla mübarizə aparılıb, amma orada imperiya səhvdir. İmperiya sözü ona görə o da getdi. Peçeniklər Slavyan da nəzərdə tutulur. Yox, peçeneklər kimlərdir? Türk tayfalarıdır. Peçeneklər Xəzərlərlə mübarizə aparıbdır. Hətta deyir ki, zəifləməsinin əsas səbəbi oydu. Amma süqutu Slavyanlarla bağlıdır. Biz peçeneklər bir də harada keçmişik? Malazgirt döyüşündə. Türklərin tərəfinə keçmişdik, Səlcuq türklərin. Yəni, Bizans xəyanət eləmişdik. 43-ə qədər səhviniz var uşaqlar. Mənim də var, 40-a bir dənə baxa bilərik. 40-cı sual. Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldənizin fəaliyyəti. Nuray Hüseynova buyur.
Aha, demək bu da Atabəylər dövləti ilə Şəmsəddin Eldənizin fəaliyyəti üçün oxşar olmayanı istəyir. Adı deyir ki, Böyük Atabəy titulunun alması bu düzdür. 1160-cı ildə almışdı. Gürcüləri məğlub etməsi bu da düzdür. Bu da deyəsən 1139-cu ildə idi. Daha sonra Xorasan Rey Həmədanı itirməsi bu səhvdir. Həmədan da deyəsən Məhəmməd Cahan Pəhləvan dövründə paytaxt olmuşdu. D-də Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınması düzdür. Naxçıvan şəhərinin paytaxt seçilməsi düzdür. Birinci paytaxt da Naxçıvan olmuşdu. Düzdür. 43-cü sualımızda. Buyur. Buyurmayın. Deyir ki, Atabəylər dövlətinin Şirvanşahlar dövləti ilə oxşar, Sacilər dövləti ilə fərqli xüsusiyyətləri. Bunu birinci götürdüm ki, Azərbaycanın şimalında yaranması. Çünki Sacilər cənubda yaranıb, Şirvanşahlar şimalda yaranıb. Elə götürdüm. Biri bu olar, yəni fərqlidir ondan 2. Bir də Moğolların hücumuna məruz qalması. Elə bir Sacilər heç bir hücuma məruz qalmayıb. Burada da o bir də 2 ilə 5 götürdüm. Ərəb xilafətinin qüvvələri ilə müharibə aparması bu var, yəni Sacilərdə var, amma deyir fərqli xüsusiyyət. Türk mənşəli sülalələr tərəfindən yaradılması, bu da elə bir ki, Şirvanşahlarla deyir Atabəyləri oxşar deyirsə, Şirvanşahlar da ki, ərəb mənşəli idi də. Ola bilməz ki. Sadəcə Sacilər şeyiydi. Onda 2-5. Düzdür. Monqolların hücumuna məruz qalması Atabəylərlə Şirvanşahlar üçün oxşardı, amma Sacilər Monqollara qalmıyor. Deyirsən ki, Sacilər 941-ci ildə süqut edibdir. Monqolları görməyibdir. 50-yə qədər uşaqlar səhviniz? 46. 46-cı sualımızda kim qaldı? Testlərimizə baxmamış. Bu tərəfdən Aysu yoxdur. İlahə, buyur. Aha, demək, Osmanlı dövləti yaranıb 1302-ci ildə. Delhi Sultanlığı yaranıbdı 1206-cı ildə. Qızıl Ordu Toxtamış Moskvanı 1382-ci ildə yapdırıb. Əmir Teymur Hindistana 1398-ci ildə yürüyüş edib. Ankara döyüşdə 1402-ci ildə baş veribdi. Deməli, mən 1 ilə 2-nin yerini dəyişdirməliyəm. Y variantı. Əmir Teymurun yürüyüşü necə dedin? Əmir Teymur 1398. Ankara'da 1402. 1402. Aha. Doğrudur. Hansı hadisələrin yerini dəyişdik dedim? 1-dən 2-nin yerini dəyişdik uyğunluq olar. Doğrudur. 50-yə qədər uşaqlar səhvləriniz? 54 sayıdır. 54-ə qədər kimin səhvi var? 54-cü sualımız. 54. Yaxşı, bu 54-ə baxar, sonra 50 çəkəcək. 54-cü sualımız da bizə gidəcəkdir. Buradan Zeynəb xanım. Buyur Zeynəb. Uyğunluğu müəyyən etdin. İslahatları, nəticələri. Birinci Xosrov Ənişiravan sahibsiz torpaqları kəndlərə payladı. Sahibsiz torpaqları kəndlərə paylamır. Elə bir şey yox idi. Xəlifə Əli əklən torpaqları kimlərə payladı? Yaxşı, kəndlərə paylamırdı. Kimə paylayır? Feodallara, hərbiçilərə və kahillərə. Xəlifə Əli əklən torpaqların xərac alınmasını qadağan etdi. Əkilməyən torpaqlardan xərac alınmasını qadağan etmişdim. Yanlışdım. Mərzban İbn Məhəmməd vergi sistemində qayda qanun yaradıldı. Bu düzdür. Birinci Məlik Şah tacirlərin bəzi rüsumlardan azad etdi. Bu da düzdür. Doğrudur. Sonra 53 var idi. 8-ci əsrin ikinci yarısına aid olan xüsusiyyətləri müəyyən edin. Bunu da bizə kim deyəcək? Ayşə deyəcək. Buyur Ayşə. Kim deyəcək uşaqlar? 53 buyursun desin. Deyim müəllim. Buyur. Deyir 8-in ikinci yarısına, yəni 700-cü illərin belə 750-dən ta ki 799-a kimi bu arada baş verən hadisə istəyir. Ərəb xilafətinin Azərbaycan əhalisinin siyahıya alması bu 725-də bu olmaz. Bələncər döyüşündə Xəzərlərin qalib gəlməsi
643-653-də burada məğlub oldular, amma orada 722-də qalib gəldilər, amma yenə də bu uyğun deyil, 2 gedir. Ərəb xilafətinə qarşı Xürrəmlər hərəkatının başlanması 778 bu aiddir. Safanın daha yaxınlığında döyüşün baş verməsi bu 730-cu illər, yəni birinci yarısıdır, ikinci yarısı deyil. Abbasilərin Azərbaycan ərazisindən xaric vergisini alması elə bu Abbasilərin hakimiyyəti ilə götürsə ikinci yarısına düşür, 3-5 olur. Düzdür. Sona qədər uşaqlar səhviniz var. Sonra baxdıq. Neçə Mehriban? 54-də baxdıq elə, yoxsa? Bəli, baxdım. 55. 55-ci. 55-ə. Hə. Bu sual 11-cilərlə gəlin deyək. Səkinə, Qeyrət Partiyası nə zaman yarandı? 1905. 1905. 5. Rusiyada müsəlman Qeyrət Bu da Partiyası 1905'ti. Bakıda Fəhlə Deputatlar Sovetinin fəaliyyətini bərpa etməsi 1917, 4-cü Dövlət Dumasının çağırılması da 1912. Müxtəlif vaxtlardadır. Sonra 57-yə qədər səhviniz uşaqlar. Yoxsa situasiya sualına da baxaq. Situasiya sualında nədən danışır? Məşruti inqilabından danışır. Kim yazıb bu sualımızın cavabını? Mən yazmışam mənim. Buyur. Mən də yazmışam. Mən məşrutiyyə inqilabı yazmışam 58-ci. 59-cu bəhs olunan hadisənin ən az 2 səbəbini yazmışam ki, biri Qacarlarda böhran və istismar olması, 2 Azərbaycanlı şəhərliyinin şuurlanması. Yox, bir dənə gözlə. Nə? Qacarlarda böhran və istismar olması yazmışam. Ən az 2. Eyni dövlət qəndin qiymətinin bahalaşması. O bəhanə idi uşaqlar. Bax, 3 əsas səbəb keçmişik. 3M məşrutə istəyir. Sonra məclis çağırılmasını tələb edirdilər və bir də xarici məmurların ölkədən qovulmasını. Bəs onun hadisənin ən az 2 nəticəsi İdam edilir, məşrutə idam edilir. məşrutədə. Məşrutə inqilabı məğlubiyyətlə başa çatmışdı. Necə oldu məğlubiyyətlə başa çatdı? Qoyun bir yadınıza salaq. Bunlar ingilislərlə, ruslarla müqavilə bağlayıb. Onların dəstəyi ilə, köməyi ilə məşrutə inqilabını divan tutdular uşaqlar. Səttarxan, Bağırxan bunlar Tehrana dəvət olunur, tərk islah olunur və burada inqilab tərəfdarlarının, iştirakçılarının divan tutulur. Məğlubiyyətlə başa çatır. Daha belə. Xarəzmşahlar dövləti nə vaxt yaranmışdı? Bir də nə vaxt süqut etmişdi? Hə, deyim sənə Xarəzmşahlar nə vaxt yaranıb, nə vaxt süqut edibdi. Xarəzmşahlar dövləti yadında saxla ki, Səlcuq imperiyasının parçalanmasından sonra yaranmış dövlətdir. Səlcuqların parçalanmasından sonra yaranmışdır. Və bu dövlətin dəqiq süqut etməsində bir yadına salın 19-21-ci illəri ərzində Məhəmmədin Çingiz Xan hücumu zamanı 1118-ci ildə Sultan Səncər hakimiyyətə gələn zaman yaranmış dövlətlərdən biri idi. Bilirsiniz ki, Səlcuqlardan ayrılmış Azərbaycanda necə ki, Atabəylər dövləti yaranır. Bu dövlət Səlcuqların parçalanmasına yaranmış dövlətlərindən biri də Xarəzmşahlar dövlətidir.